Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Pensiyaçılar, qazilər və şəhid ailələri üçün böyük endirim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əzm təşəbbüsü ilə start verilən sosial tərəfdaş layihəsi ölkədə sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir. Layihə çərçivəsində həssas əhali qruplarına, xüsusilə yaşa 50-yə ailə başçısını itirməyə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, eləcə də kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlara ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda xüsusi endirim imkanları təqdim olunur. Bu təşəbbüs dövlət biznes tərəfdaşlığı modeli çərçivəsində sosial həmrəyliyin artırılmasına xidmət edir. Mövzu ilə bağlı Oxu24 Roma açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov layihənin əhəmiyyətini, onun biznes üçün üstünlüklərini və regionlarda qarşıya çıxa biləcək çağırışları şərh edib. Səhib Məmmədov qeyd edib ki, bu cür sosial təşəbbüslər dünya praktikasında geniş yayılmış platformalardan biridir. İndiki halda Nazirliyin təşəbbüsünə qoşulan kommersiya qurumları və biznes sektoru müəyyən edilmiş həssas qruplara güzəştlər etməklə cəmiyyət qarşısında öz sosial məsuliyyətlərini yerinə yetirmiş olurlar. Adətən belə qurumlar üçün bu korporativ sosial məsuliyyət qəsəm məsələsidir. Əlbəttə, bu cür təşəbbüslərə qoşulan biznes subyektləri heç bir halda uduzurlar. Əksinə, xeyriyyə və sosial öhdəliklərini yerinə yetirməklə onlar cəmiyyətdə böyük nüfuz qazanır, öz brend imiclərini müsbət istiqamətdə formalaşdırır və nəticədə müştəri sayını əhəmiyyətli dərəcədə artırmış olurlar. Ekspert vurğulayıb ki, layihənin uğurlu və uzun müddətli olması üçün həm şəffaflıq, həm də əlçatanlıq prinsipləri ən yüksək səviyyədə qorunmalıdır. Onun sözlərinə görə vətəndaşların hansı obyektlərdə, hansı şərtlərlə və hansı məhsullara endirim əldə edə biləcəyi barədə məlumatlar tam açıq və anlaşıqlı olmalıdır. Bunun üçün rəqəmsal həllərin tətbiqə vahid məlumat bazasının yaradılması və ictimai nəzarət mexanizmlərinin işə salınması vacibdir. Bunun üçün rəqəmsal həllərin tətbiqə vahid məlumat bazasının yaradılması və ictimai nəzarət mexanizmlərinin işə salınması vacibdir. Layihəyə tərəfdaş olan kommersiya qurumlarının siyasi mütəmadi yenilənməli daxil olan şikayət və təkliflər operativ şəkildə araşdırılmalıdır. Liqa sədri xüsusilə vurğulayıb ki, layihənin coğrafi əhatə dairəsinin genişləndirilməsi ən həssas məqamlardan biridir. Belə ki, bu növ xidmətlərin yalnız böyük şəhərlərlə məhdudlaşması regionlarda yaşayan vətəndaşların layihədən kənarda qalmasına səbəb ola bilər. Əlbəttə, yaxşı olar ki, bu xidmət və satış sahələri yalnız iri şəhərlərdə deyil, eyni zamanda regionlarda da fəaliyyət göstərsin. Çünki rayonlarda, kəndlərdə yaşayan həssas qrup üzvləri üçün də bu imkanlar əlçatan olmalıdır. Ekspertin fikrincə, regionlarda qarşıya çıxa biləcək əsas çətinliklər sırasında böyük market və aptek şəbəkələrinin rayon mərkəzlərindən uzaq kəndlərdə az olması, eləcə də yerli sahibkarların layihəyə cəlb edilməsindəki zəiflik dayana bilər. Bölgələrdə yaşayan pensiyaçıların və ya əlilliyi olan şəxslərin endirimli xidmətlərdən yararlanmaq üçün şəhər mərkəzlərinə gəlmək məcburiyyətində qalması əlavə nəqliyyat xərcləri yaradır. Bu səbəbdən layihənin regional şəbəkəsinin genişləndirilməsi və yerli kiçik orta biznes subyektlərinin də prosesə cəlb olunması tələb olunur.